Yolumuz çox bərbad vəziyyətdədir. Yayda tozdan qalma olmur, qışda da palçıqdan. Kəndimizdə məktəb yoxdur. 2 kilometr uşaqlar gedirlər məktəbə. İndi hər şey çətinlikdir. Bura Masallı rayonunun 2-ci Səmidxan kəndidir. Kəndin təxminən 2,5 kilometrlik əsas yolu uzun illərdir bərbad vəziyyətdədir. Yolun yararsız olması təkcə gediş-gəlişi çətinləşdirmir, həm də insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Sakinlərin sözlərinə görə, yolun vəziyyətinə görə kəndə təcili tibbi yardım avtomobilləri və taksilər gəlməkdən imtina edir. Sakinlər deyirlər ki, illər öncə su xətlərinin çəkilişi zamanı qazılan yol elə həmin vaxtdan taleyin ümidinə buraxılıb. Həmin vaxt su xəttini çəkən şəxslər də sakinlərə söz veriblər ki, yol asfaltlanacaq və müasir standartlara cavab verən vəziyyətə gətiriləcək. Lakin bu vəddə, necə deyərlər, elə vəd olaraq qalıb. Yolumuz çox bərbad vəziyyətdədir. Yayda tozdan qalma olmur, qışda da palçıqdan. Kəndimizdə məktəb yoxdur. 2 kilometr uşaqlar gedirlər məktəbə. İndi hər şey çətinlikdir. Yol bizim işimizi vəbşə çətinləşdirir. Demək olar ki, yolumuza Sovet hökumətindən vaxtından indiyə qədər bizim yolumuza asfalt çəkilməyib. Çıxaq rayonun bizdən dal kətlər hamısı asfaltdır. Bizlə rayonun arasında 2 kilometr yer var. Cəmi 2 kilometr. Bu 2 kilometri asfalt vurmurlar. Neçə illərdir bizim problemimiz ancaq və ancaq yolla əlaqədardır. Kəndimizin hər şeyi var. Bir dənə yoldan başqa. Uşaqlarımız, nəvələrimiz, övladlarımız, məktəbə gedən uşaqlarımız yoldan əlaqədar məktəb Seybətin kəndində olduğuna görə əziyyət çəkirlər. Qışı lap əziyyət olur, çox çətin olur. Palçığın içində gedib gəlmək çətinləşir. Yəni bərbad vəziyyətdə uşaqlarımız əziyyət çəkir neçə illərdir. Maşın gəlmir, taksi gəlmir, iskora gəlmir. Şəhət hamısı yoldan əlaqədardır. Kiçik Səmidxan kəndi ilə bizim kəndin yolu çox bərbad haldadır. Neçə illərdir bu vəziyyətdədir. Yol çox bərbad haldadır. Gəlib gedmək xəstəsi var, uşağı var, məktəbi var bunun. Bu İpək körpüsü çəkiləndən sonra, İpək yolu körpüsü çəkiləndən sonra. Burada 50 metrlə bir o izada, 50 metrə bu izada. Bu vurulub, qalanı vurulmayıb bunun. Buna baxmayaraq sakinlər özləri dağılmış yolun müəyyən hissələrini şəxsi vəsaitləri hesabına qismən bərpa ediblər. Nə eləmişik, öz vəsait hesabına eləmişik. Dövlət strukturlarından bura, bəlkə də indi kitab üzərində 2 metr asfaltdır. Amma hələ heç kim gətirib bir maşın bura qırabil gətirib tökməyib. Özümüz eləmişik, nə hesabını eləmişik, özümüz eləmişik. 2011-2012-ci illərdə Su Kanalizasiya İdarəsi burada apardığı işlərdən sonra yollar təmir olunmadı və yayda tozdan, qışda palçığın ərindən, maşınlar tez sıradan çıxır. Xəstəmiz var, vaxtında xəstəxanaya çatdıra bilmirik. Yollarımız çox bərbad günündədir. Ən ucuz gedən taksi firmalarında da misal üçün sifariş verəndə bizim kəndə gəlmək istəmirlər. Heç qiyməti danışmırlar ki, deyir, sizin kəndin yolu bərbad gündədir, sizin kəndə gedə bilmərik. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, yolun bərpası ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Söz gedən yolun yenidən qurulmasından bağlı təkliflər hazırlanaraq tərəfimizdən aidiyyət üzrə təqdim olunub. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Maliyyə vəsaiti ayrıldıqdan sonra yol əsas şəkildə yenidən qurulacaq və müasir standartlara uyğun vəziyyətə gətiriləcək. Həmin vaxta qədər isə yolun istismarının təhlükəsizliyini təmin etmə məqsədli ərazidə mütəmadi olaraq cari təmir və bərpa işləri həyata keçiriləcək. Yolun hərəkəti üçün yararlı vəziyyətdə saxlanılması istiqamətində zəruri tədbirlər davam etdiriləcək. Problem var, şikayət var. Bəs görəsən, real addım nə zaman atılacaq? 2-ci Səmidxan kəndinin sakinləri aidiyyəti dövlət qurumlarından, xüsusilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən artıq vədlərin deyil, asfalt döşəyən texnikaların səsini eşitmək istəyirlər.
Artıq idi, qış ayıdır. Kəndin axırına kimi getdilər, baxdılar, yol bərbad vəziyyətdə, yenə də bir tədbir görülmədi, yenə də bu vəziyyətdə qalıb ki,